Hepatitlər və qaraciyərin zədələnməsi adətən xəbərsiz keçir. Bəzən gedib təsadüfi qan analizi verəndə kimdəsə hepatit B, C və yaxud da keçirilmiş A-nı qeyd edə bilərəm. Və yaxud da ALT analizində baxılır ki, toksiki bir zədələnmə var. Bu zədələnmə öncədən xəbər vermir. Xəbər vermədiyinə görə biz qaraciyərin heç olmasa ildə 3-4 dəfə profilaktikasını aparmalıyıq. Çünki bütün əksər orqanların və gün ərzində istifadə etdiyimiz preparatların, qidanın, hər hansı bir məhsullardan sonra onun yükünü qaraciyər çəkir. Qaraciyərin yükünü kim çəkəcək? Qaraciyərin funksiyasını yaxşılaşdırmaq üçün biz bitki tərkibli məhsullardan istifadə edirik. Məsələn, mən fitoterapiyada istifadə etdiyim ən yaxşı 4 bitki artıq ayrı-ayrı şəkildə dəmləməyə ehtiyac olmadan bir kapsulun tərkibindədir. Hepalur kapsulu. Hepalur qaraciyər qoruyucu, qaraciyərin müalicəsində profilaktikasında istifadə olunan məhsuldur. Tərkibi 4 ən yaxşı bitki: lavanda, zəncirotu, alqanqal və ənginar. Artuşok adından tanıyırsınız. Bunların günlük dozasına uyğun olaraq ekstraktlarını əldə edib bir hepanur kapsulu içərisində yerləşdirmişik. Gündə 2 dəfə 2 kapsuldan yemək ortası və yaxud da yeməkdən öncə içə bilərsiniz. Və ya profilaktik olaraq bir kapsul 2 dəfə yeməkdən öncə və yaxud da yemək vaxtı istifadə edə bilərsiniz. Hepanur vasitəsilə qaraciyərinizi ildə 3-4 dəfə təmizləyin. Qoy qaraciyər də sizə baxsın.